Deməli nə dedik? Dedik bu boxingdir. Bu arada bundan maksimum dərəcədə istifadə etməyəcəyik artıq. Çünki yavaş-yavaş yığışdırılır. Bu auto boxing, yəni avtomatik olaraq çevirmə eləyir. Bu isə nədir? Unboxing, yəni nə eləyir? Boxdan datanı çıxardıb primitivin içinə qoyur. Yəni belə deyim də, qutudan çıxardıb birbaşa rəfə qoyur da bu formada. Bu cür adlanır və yenə də qayda olaraq da A2 buradan yəni valuesunu çıxardır geriyə. Yuxarıda saydığımız bütün qaydalar da bunun üçün keçərlidir. Aydındırmı? Okay. Sual var mı buraya qədər? Sual var. Evet. Okay. İndi mən bir dənə bir şey deyim sizə. Dedi ki, Java-da hər dəfə yeni bir obyekt yaradılır. Onda gəlin bir dənə sual verim. Mən buraya integer yazıram. Yazıram ki, məsəl üçün olsun A1 bərabərdir 12, A2 1200, 1300 misal üçün A2 deyək buna və aşağıya da bir dənə sort yazıram. A1 bərabərdir 1000 A2. Cavab nə olacaq sizcə uşaqlar burada? Cavab nə olacaq? False olacaq. Ama Ə, yok burada bence Ayşən yok. nə olacaq sizə? True. True. Niyə true olacaq? Çünkü ikisi de Second. Amma referans. Fuat Bu sual belə gələndə false-da true qalır ifadə edir. Amma mən false yazım deyəndə görən olsun. ya nə false, nə true deməyək ona. Baxın, arxadakıdan prosesə baxaq. Niyə? Düzdürmü? Yeni bir obyekt yaranır. Integer, düzdür? Və yeni bir 120 1200 deyək də buna 1200 eyni şey aşağıdakı üçün də keçərlidir. Bu arada intervyu sualıdır bu. Bilmək istəsəz, şeydir. Burada 1300 qoyur və referans olaraq saxlanıldığına görə, yəni yeni referans yaradılır. Nə edirik? False. Tutaq ki də bu belə olur da 001 buradan da 002 misal üçün. Bu 001 və 002 şeydir də, yəni deməyim nədir? Bir simvolik bir rəqəmdir də, yəni ünvandır dediyim. Hə. Bunları müqayisə edir uşaqlar. Yəni burada qorxulu heç nə yoxdur. Ki zaten də hər variantda bu false çıxmalıdır. Bir dənə fikir verin. 100, 1300. Referans bu bir yana qalsın. 1200 ilə 1300-ü yoxlasa belə yenə də false çıxmalıdır. Yəni bu sizi qorxutmamalıdır. Mən bura 1200 yazıram. 1200 yazanda bəs cavab nə çıxır? 1200 yazanda cavab ilk ağla gələn true çıxmasıdır, amma yenə də false çıxır. False çıxmasının səbəbi bu ifşarənin, baxın, referansları müqayisə etməsidir. Okay, burada anlaşdıqmı? Evet. Evet. Okay. İndi mən gəlirəm, 1200 yazmıram, yazıram 120. Okay. İndi nə çıxacaq cavab? Fuat, True. True. Yine de false çıkacak. False soru. true kim dedi? Ayşən xanım, niyə true çıxır? Da referansları karşılaştırıyor. Referanslar axı tamam 1200-də true mu çıxmışdı? Hayır. Orada da referansları qarşılaşdırırdı. İndi də referansları qarşılaşdırır da. Yəni nə çıxacaq cavab sizcə? Hı? Baxın, məsələ False. burada. Aha, yox, false çıxmayacaq. Cavab true çıxmağına çıxacaq true. Amma burada mən true-nu əsaslandırmaq, yəni düşündüm hardansa oxumusunuz, yox, ona görə söylədim. Baxın, Java uşaqlar 127 127, yəni 128. Ümumiyyətlə proqramlaşma siyerli rəqəmlər deyirik də biz ona 128 və yaxud da 256 127-yə qədər, yəni 127-yə qədər olan hissəni kəşləyir özündə və eyni obyektdə saxlayır. Yəni baxın 127-yə qədər olan hissədə true çıxır.
128 ki dedin, yəni 127-ni keçdisə, artıq False. çıxır. Java yaddaşa qənaət eləmək üçün, yəni keşləmə əməliyyatı aparır. Belə eləyir. Deyir ki, əgər burada istifadə eləyəcəyim referans tip 127, daha doğrusu primitiv tipdəki, yəni wrapper tip, integer olan wrapper tip 127 bayta qədər data saxlayırsa, okey, yəni 127 bayt yox, 127-yə qədər data saxlayırsa, mən belə bir şey eləyəcəm. Bunu eyni obyektdə saxlayacağam. Amma bunlardan hər hansı biri 127-ni keçdisə, nə edəcəm? Mən Fərqli. çıxardacağam onu, belə deyim də, fərqli yerə. Yəni fərqli bir obyektə. Hı Okay? -hı. Yəni burada belə bir şey var. -128, -128. Run true, düzdür? -129, -129. Run false. Baxın. Aralıq nədir? Total 256 baytdır da, düzdürmü? Yəni o şeyin də bu Java-da minimal alan dəyər də hansı idi? Referans tiplərə baxaq. Bu tiplərdən biri olmalıdır. Onu şey olaraq byte səhv eləmirəmsə byte olmalıdır, amma bir dənə baxın. Byte tip -128 ilə 127 arasında qiymət alır da. Yəni 256 bir dəqiqə yazaq. Java referans yox, primitiv Java data type size. Data type Ben de bir şey size. diyeyim. Aha. Bəli, Ondan buyurun. qabaq. Onda bəyənsə ki, biri -127, o birisi 128 olsa yenə də true olur. Yo, Ya da eyni yəni olsalar. məncə Bunu mənfi deyirsən, bunu deyirsən. yox, biri müsbət olsun, bəli, müsbət 128. Yəni -128-lə müsbət 128 127 uca var. keçir də. Belə eləyək də. 123, sən bunu mu demək istəyirsən, çox böyütmə. 124. Bunu mu demək istəyirsən? Yox, müəllim, onu yox. Biri Məsələn, mənfi, biri müsbət. biri -120 neçədə olsun, biri müsbət 120 neçədə olsun, olmasın. Bir Məsələn, də Məsələn, -128 -123, müsbət 123 də belə. -123, müsbət 123 belə. 128 misal üçün, lap 127 indi limiti aşmayan qədər, nə belə. Ha, 125 misal üçün. Və yaxud da 123. Hər ikisi eyni mi olsun, yoxsa fərqli mi olsun, onu deyirəm. Fərqli. Fərqli. Məncə onda true olacaq. Yo. Baxın, biz dedik axı, bu bura Hə, -128, hə. baxın, yo məsələ bu deyil. Məsələ biz burada kəşləmədən danışırıqsa, eyni baxın bu string pool'da da bizim qarşımıza çıxacaq. String hovuzu deyilən bir şey var da. Bu eyni datalar üçün eyni yerə referans verir. Bu bütün datalar üçün eyni yerə referans vermir axı. Baxın, mən nə dedim? Orada bir dənə bir şey ifadə elədim. Bu da 123-dürsə, bu da 123-dürsə, bu formada. Baxın, bu bizə true qaytarır. Çünki bu baxır ki, bir dənə 123 var zaten. Elə bir belə başa düşün. Elə bunu string pool'da izah eləyəcəm də. Burada da elə göstərək. Hip yaddaşın içidir. Okay. Bu baytları izləyir də. Baxın, baytın sərhəddinə baxın. -128, müsbət 127 arasında gedir də. Düzdür? Baytların sərhəddidir də bu. Bayt datanın sərhəddində elə bir gəzir. Bu baxır ki, bayt data olaraq burada bir informasiya saxlanılır. Məsəl üçün 120, düzdür? Və deyir birində yaratdılar. O da 120-dir. Okay, deyir mən bunu yaradacağıma, elə gedim baxım görüm burada varmı yoxsa yox. Varsa yenisi yox, elə ora referans verim, yəni bağlayım 3 dənə datanı eyni yerə. Yoxdursa nə edeyim? Deyim ki, tamam da, get şeyə də, necə deyim o next step-ə də, yəni keç özün üçün əlavə bir obyekt yarat. Yəni bunların -128 ilə müsbət 127 arasında olan bütün datalar eyni referansda saxlanmır. Eyni value'su eyni olan datalar eyni referansda saxlanır. Aydın. Yəni integerin içinə girəndə bir konstruktor işə düşür axı, düzdür? O konstruktor da aparır onu RAM-da harasa qoyur da, düzdür? Doğrudurmu? Elə bir o RAM-da qoyanda baxır ki, byte-ın sərhədləri daxilindəyəm, deyir hə. Deyir onda nə ilə apar? Axtar, birinci axtar gör eyni yer varmı yoxsa yox? Eyni, daha doğrusu eyni bu value varmı yoxsa yox?
Aydındır? Onda -123, -128 ayrı-ayrı yerdə saxlanılır da, hə? Anlamadım. Eyni yerdə olmalı. 123, -123 xeyr, bunlar sərhəd daxilindədir də, sərhəd daxilindədir. Hə, sərhəd daxilindədir. Bunlar eyni yerdə saxlanılacaq. -129, baxın. Yox, onu demirəm. Ə, -128 ilə -123. Hə, əlbəttə, əlbəttə. Mənfi Hə, onu. 123 ilə -123 əlbəttə fərqli yerdə saxlanılır, doğrudur. Hə, Yəni hə. value fərqlidirsə, fərqli yerdə saxlanılır. Value-ları Hə, eyni hə. olanda eyni yerə bağlayır. Başa düşdüm. Aha. Hə, amma uje 127-ni keçdinsə, o tərəfdən də -128-dən düşdünsə aşağıya, nə olur? Avtomatik olaraq nə edir? Integer deyir ki, hə, tamam, uje sən byte-ın sərhədlərini aşmısan. Nə etməliyik biz? Artıq keçməliyik yeni obyekt yaratmağa. Yəni uje Ə, cache. -123. Mhm. -123, -123. Bunlar da fərqli verir, hə? Baxın, value fərqlidirsə, bütün Tamam. variantlarda fərqli verir. Tamam, tamam. Yəni value fərqlidir, okey, bütün variantlarda fərqlidir. Tamam, Bildim. fərqi yoxdur. -123, -123 fərqlidirmi value? Bəli. Hı Deməli -hı. fərqlidir. Bəli. Okey. Amma ki, value eynidir. Sərhədlərin içindəyəmsə, yəni byte-ın sərhədləri içindəyəmsə, yəni baxın burdayamsa, eyni yerə referans gələcək. 10 dənə data yaratsam da onu da eyni yerə referans gələcək. Başa düşdünüz? Bəli. Bu ancaq müəllim integerə aiddir, yoxsa başqa şeylərdə də var bu? Bu belə deyim, intervyu sualı olaraq qarşıma integer də çıxıb. Amma stringlərdə belə bir məntiq var. Amma stringlərdə string pool olaraq gedir də bu. Bildin necə? Build string build olaraq gedir. Başa düşdünmü? Çox böyük ehtimal eyni şey char-da da var. Çox böyük ehtimal. Bunu fərziyyə ilə deyirəm, amma yoxlayaq. Gəl yoxlayaq. Yəni belə deyim də. Onda Gəl belə eləyək. Yoxlayaq da. bir üzr sayın müəllim, bir şey demə olar. De, sən eşidirəm. Onda belə çıxır ki, müəllim, string pool da arxada həmin stringin baytlarını hesablayıb 128-ə aşıb aşmamağına baxır da belə çıxır. Amma məncə elə də deyil, Yox, çünki yox. tam fərqli şey gedir orada. Elə baxmır, yox. Buna bənzər məntiqlə baxır, elə baxmır. Yox. Hə, yox bilmirəm, çünki o elə fikirləşdim onu ki, çünki orada həcm böyük olur ona görə. Yox, elə bax. Yox, elə baxmır. A2 belə eləyəm. Əgər indi burada fərqlilik olsa müəllim, belə çıxır ki, hər wrapper-in öz şeyi var da, xüsusiyyəti var. Böyük ehtimal ki var. Amma bir şey deyim, birinci mən ASCII cədvəlinə baxmam lazımdır. True. Prosta ASCII cədvəlinə baxmaq lazım. ASCII cədvəli əslində bu eyni yerə bağlayır. Çünki ASCII cədvəli 256-dan o tərəfə keçmir. Bir dəqiqə baxaq. ASCII cədvəlində məncə 256-ın keçən table yoxdur. 0200. Deyirəm də, de. Bax hələ, görürsən, 127-ni keçmir. Char-da eynidir. String-də tamamilə fərqli məntiq işləyir. Char-da eynidir. Başqa nə qaldı burada? Double yoxlaya bilər, hə. Çünki ASCII xarakteri yoxlamanın bir anlamı yox idi. Bildiniz də niyə? Çünki ASCII cədvəli zaten bu aralıqda dəyişir də, yəni 0 ilə 127 arasında heç mənfisi belə yoxdur. Bildiniz, dev da ASCII cədvəlini göstərmişdim də charlarda. Bəli. Bir dənə double yoxlayım. Fuad Hı. çox maraqlı yerə toxundu. Double A1 bərabərdir 12 nöqtə 0. Bu nöqtələr şey eləyə bilərik. A2 run false. Yox. Bu uje baxmır. Görsən Fuad? False. Hə, onda bu yox. Bu baxmır. Yəni integerdə onu da belə çıxır bu xüsusiyyət mənim. Bir Bir də də string səbəb pool. xarakterdə, char-da da. Hə, çar və Bu arada integer. xarakter özü arxada integer, byte saxlayır da, integer deməyə byte data saxlayır, de bu. Bunu saxlayır. Hətta mənim olsa biz onu primitivdə də çevirəndə rəqəm verirdi qarşılığı. Rəqəm verir, düzdür. Byte yəni ekvivalent olaraq saxlayır, double-da saxlamır. Çox böyük ehtimal float-da da bu keçərlidir. Çünki bu günə qədər də qarşıma ancaq integerlər üzərindən çıxıb. Bu integerin də səbəbi əslində məsələ integer deyil ya bu arada. Gəlin bir şey deyim. Uşaqlar, bu integer içində buranı da saxlayır da. Yəni int biz də özün hər bir böyük data özündən sonrakı kiçik datanı şey eləyir axı.
içinə saxlayır axı, düzdür? Bu çox böyük ehtimal integer bunları içinə götürdüyü üçün burada byte-a özəl. Bu məncə nə integer özəl bir şeydir. Bu şəxsi bir şeydir. Çox böyük ehtimalda elədir. Yəni dərinliyinə getməmişəm hal-hazırda bu dəqiqə belə deyim də öz belə təcrübə və sairəmi yığıram. Bu byte-ın özəlliyidir. Bu integerin də heç özəlliyi deyil. Sadəcə olaraq integer bunların wrap elədiyinə görə, yəni içərisində saxladığına görə belə bir xüsusiyyət verir. Mən belə düşünürəm. Başqa Oğlum. sual varmı? Bura qədər hökməndir. Deməli belə eləyək. Bir də ki, ümumiyyətlə wrapper class-lara məsəl üçün biz özümüz də yaza bilərik. Wrapper class gəlin elə bir dənə də nümunə olaraq göstərim. Sadə nümunə göstərəcəm. Misal üçün mən keçirəm aşağıya bura. Burada bir dənə public class yazıram. Yəni biz məcbur deyilik də bu integerə necə deyim şey eləyək də, yəni kilidlənib integerin içində qalaq. Aydındır? Yəni məsəl üçün wrapper klassı əksər halda praktikada harda işlədəcəyik? Elə praktikasını göstərim, vaxt itirməyək. Deməli, mən keçirəm bura. Deyirəm ki, məsəl üçün wrapper int. Integerə bir dənə int wrapper. Bir dənə custom bir wrapper class yazıram. Sonra bunun içərisində bir dənə gizli formada əksər halda data yaradaram. Gizli formada integer tipində. Buna value deyərəm. Bu ənənəvi value deməyə də bilərəm bu arada. Yəni ənənəvi olaraq bu formada təyin edirəm. Burada nə edir? 2 dənədəndir. Niyə belə dedi? Hardadır problem? Nədir bu? Public var da burada. Düzdür. Tamam. Bildizdə nədən idi? Public bir klassın içində bir dənə ola bilər axı, ona görədir. Aydındırmı? Sonra deyirəm public int wrapper constructor yazıram bunun içərisinə. Deyirəm ki, integer tipdə bir value gələcək və o value da ötürüləcək hara? This nöqtə value ötürüləcək və burada da belə bir şey eləyirəm. Sonra nə edərik? Sonra belə bir şey eləyərik. Deməli, bunun hər bir klass, ümumiyyətlə hər bir datanın parse şeyi var da. Məsələn, metodlar qoya bilərik buna. Misal üçün necə bir metod qoyaram? Məsələn, pozitiv olub olmadığını tapsın. Boolean data bir dənə qəbul eləyər. Public. Bu nested klassdır mənim. Buna ayrıca baxacaq yoxsa? Yox, bu nested deyil. Nestedlər başqadır. Bu wrapper class. Custom wrapper class yazıram da elə bir. Buradakı Yox, klassın içində klass yazırsın mənim, onu yox, gördüm. klassın sonundayam. Çöründəsən Main sən. burada bitib. Main burada bitib. Prosta mən bağlamışam da burada. Bildin? Bəli. Nested. Bu arada nested class da böyle bir şey değil. Class'ın içində class yazsan da sadəcə. Düz yemədim. O daha çox Doğrusu Android-də işləyir. Amma yenə də. yox, backend-də işlədilir. Amma Android-də Amma görmüşdüm. bilirsən məsələ nədir? Harda işlədilir sualı var. Bax, bu class hal-hazırda bunu sizə niyə göstərirəm? Bu class qeyri-adi bir şey deyil. Metodlar qoyuram. Məsələn, is positive. Bax, boolean tipdə data qaytardı. Is positive. Bir də bir şey deməliyəm. İndi ona vaxt demişdiniz, yadımda deyil, təxmini bu söhbət olmuş. Burada yadımdan çıxıb içəriyə belində. Burada 2 dənə klass yanaşıqda, yəni eyni səviyyədədir. Mən çağıranda bunu nətər çağıracağam maindən? Çağıracam indi. Çağıranda görəcəksən. Mən anlaya bilmədim əslində sən nə deyirsən. Mən də anlayamıram. Görəcəm. Yo, bax, bu burdadır. Yo, eyni səviyyəli deyil ya bu arada Fuad. Bu bunun public klassıdır. Yəni main public klassıdır. Bunu əslində ötən dərsdə göstərdi ya Fuad. Priori queue'lərdə işlətdik də biz belə bir struktur. Yadından çıxıb? Yox, mənim yadıma gəlir ki, mənim lap əvvəlkilərdədir. Yəni küçülərdə yadıma gəlmir. Lap əvvəl olmaz toxunmuşuq. Amma prosta
Detallar yadımdan çıxıb nə oldu? Tamam, bir dənə baxaq görək nə deyirsən. Bax, mən belə bir şey demişəm. Əgər bir klassın içində, bir faylın içində bir neçə klass varsa, onlardan yalnız biri public ola bilər və belə bir şey var burada ki, eyni adlı, faylın eyni adlı da olan public olmalıdır. Qalanları faylın eyni adlı olmaya bilər. Belə bir şey demişəm. Bəli, bəli. O yadımdadır. Amma indi nə demək istədiyimi bilmədim. Bax, indi nə edirəm? Integer wrap. Düzdür? Tipində bir dənə tutaq ki, A dəyişəni təyin eləyirəm, bərabər eləyirəm, məsəl üçün new wrap, məsəl üçün bura nə ötürürəm? 23 misal üçün. Okay. Bu neynədi? Bu götürdü, mənim datamı şey elədi, işlətdi də, belə deyim də, çağırdı. Mən də indi shout yazıram bura. Digər klasslardan heç bir fərqi yoxdur. A nöqtə is pozitiv, pozitivdirsə true qaytaracaq, neqativdirsə false qaytaracaq. Okay? Deyir bu da bu formada. Genişləndirə bilərəm. Hə, başqa nə edə bilərəm? Məsəl üçün bunun toString şeyi olmalıdır, metodu olmalıdır. A nöqtə toString, yəni convert elə stringə də. Baxaq görək. Belə eləyək. Əslində bunu toString var, amma düzgün qaytarmadı. Gəl toString-i şey eləyək, override eləyək. Obyektdən gəlir bu arada. Bu toString bu arada uşaqlar obyektdən gəlir. Add override eləyək. Məsəl üçün deyirəm ki, bunu eləyəcək. Public string, mənə bir dənə string qaytaracaq. Nəyi? ToString metoddur. ToString metodudur və bu da nə eləyəcək? Return eləyəcək. Mənə elə bir verilən datanın stringini. String nöqtə bəlkə belə eləyək, deməli string this nöqtə value. Dəqiqə. Bunu string eləsin. Yox, bunu necə string eləyə bilərik? Ən bəsit yolunu seçəcəm. Üstə gəl, boşluq üstə gəl. Boşluq üstə gəl qoyanda əslində artıq onun tipi string olacaq. Çox böyük ehtimal string olacaq. Üstə gəlinsin 3. Run eləyirəm. 33. Amma mən boşluğu yazmasam bura. Hara getdi? String tipdə demişəm. Buna integer qoysam. Yox, override eləmişəm. Əslində toString okeydir. Yəni boşluq buradan bilinir ki, şeydir. 3-ü yazanda 33, 233 verir, birləşdirir də. String olduğu şeydir. Ən sadə yolda deyib bu formada mən bunu stringə çevirdim. Başqa necə olmalı deyib bunu. Başım qarışdı bir dəqiqə. String nöqtə bir dəqiqə. Int convert to string. To string yox, bunlar heç. To string obyekti də çox böyük. Prosto bu metodu. Bu heç. To string bu formada alır. Integer nöqtə to string hə bu formada. Çevirmə olur deyirəm də. Bir metod olmalıdır, hazır metod. Mən səhv string nöqtə to string eləməklə səhv elədim. Integer nöqtə to string yazmalıydım. ToString. Bu arada uşaqlar, bunları əzbərləməyinizə ehtiyac yoxdur da, bilirsiniz də. Yəni, məsələn, mən özüm belə heç əzbərləmirəm. Əksər halda neyinəm, götürürəm hazırı, istifadə edirəm. Və yaxud da bu arada bilməyim, ola bilər, bax, bu yadımdan çıxmışdı. Məsəl üçün, çox yorğun olursan və yaxud da baş qarışıq olur. Mən bilirəm ki, istənilən bir string tipi nə ilənsə toplayanda avtomatik olaraq o string tipə çevrilir. Baxın, o üsuldan istifadə edərək bu formada toString elədim. Yəni, izah edə bildimmi məsələ nədir? İstədiyim kimi rahat formada o variant yaddan çıxıb bu birisi variantı işlədirik. Yanlış da heç kim deyə bilməz də bu arada. Zaten o dediyim məsələ özü belə, yəni arxada bu metodlardan birini işlədir. Gəlin görək hansı metodu işlədir.
Bu formada yazmışam. Bunu bir dənə belə eləyəcəm. Əksər halda arxada bu metodlardan birini işlədir. Integer nöqtə toString. Yəni təməl heç vaxt dəyişmir də əksər halda, amma baxaq. Götürüb nəsə bir şeylər eləyib, integer götürüb burada buferə yazıb, byte-a çevirib, byte-dan sonra string bu lap böyük yol izləyib hətta. Hətta mən deyərdim ki, o birisi daha rahatdır, nəinki bu. Binary qarşılığını alıb, oha. Yox, liftdə bu bir növ başa düşürəm bunu nə edib. Şey eləyib ki, mən ora səhv-süf nəsə yazanda problem çıxmasın deyə də, yəni errorları tutmaq üçün verib. Amma şeydir. Yəni bu variantlardan hər hansı biri işləyir. Okay. İndi nə etdik? Belə bir bu arada var olan metodları belə override eləyə bilərik. Hə, deyə bilərik ki, mən istəyirəm ki, integerin özünün funksiyonallıqlarını gətirim. Integerə heç baxmamışam. Final olsa heç getdi. Prosto bir dənə baxaq. Amma böyük ehtimal ki, final olmaz. Extend integer baxaq, finaldır. Final. Final klasslar da yadınızdadır da. Finaldır bu arada şeydir. Evet. Varis verməyə icazə verməyiblər. Okay. Finaldırsa o eybi yoxdur. Yəni heç nə ehtiyac da. Heç prinsipcə ehtiyacımız da yoxdur. O şeyə baxaraq da lazım olanda obyektdən yükləyirik də bura extend eləyib obyektdən yükləyərəm. Okay. Zaten class default olaraq da obyektdən özü referans alır. Yəni klassların default üstündə gələn bəzi funksiyonallıqlar var da, onlardan istifadə edir. İndi burada nədir məsələ? Bir toparlayaq. Yəni mən özümün wrapper klassımı yazdım. Götürdüm, nə etdim? Üzərində əməliyyatlar apardım, istifadə elədim. Harda ehtiyacım olacaq custom wrapper klasslara? Baxın, doğru sual budur. Wrapper klass yazmaq çətin bir şey deyil. Sual varmı wrapper klassla bağlı hal-hazırda? Sual var bura ilə bağlı. Ayşən xanım. Yoxlar. Fuad, Hayır. Ali. Yoxdur Mən ki. də baxıb müəllim, siz deyin Buyur, deyir. buyur ver. Mən də demək istədim ki, müəllim, bunu mən qıraqda da klass kimi yaza bilərdim də. Niyə bunun üstündə yazıram? Yəni səbəb nədir? Yəni belə yazılış məqsəd nədir? Qıraqda nə edərdin dedi? Yəni bunu qıraqda da müstəqil bir klass kimi yaza bilərdim də müəllim. Yəni bu niyə email gəlib belə klassın içində yazım ki, ayrı belə klass. Qıraqda klassın deyərkən zaten bu qıraqda bu wrapper klassın dedim axı, digərlərindən heç bir xüsusi fərqi yoxdur. Yəni qıraqda yazdığın klassına nə edir? Sən burada mı deyirsən, sağ tərəfdə mi deyirsən? Yəni bir Bəli, bəli, klass daha faylı yəni ayrı. eləyə bilərsən. Zaten integer özü qıraqdakı klassın içində deyil. Yəni ayrı fayl. Prosta mən rahat o hamısının bir yerdə olsun deyə bunu elədim. Bəs praktikada müəllim bu belə bir yazılışdan istifadə olunur, yoxsa hamısı müstəqil Olur, klass? olur deyəcəm indi harda. Bu onu demək istəmirəm mən aslında. İndi ora gəldim. Məsəl üçün mən bir dənə backend baxışı ilə deyirəm də, mobili qoyuram. Bu arada mobil deyilən məntiqi işlədə bilir. Məsəl üçün mən bir dənə belə bir proqram yazıram. Proqramın içində inputlar gəlir userdən. Yəni API yazıram. API-lərdə endpoint anlayışı var da. Endpoint nədir? Bəlli bir URL-də ora bəlli bir data gələcək. Yəni JSON data gələcək. Gələn JSON datamız fərz eləyək ki, bu formadadır. JSON-lar bu arada maplərə bənzəyir. Key value şəklində dataları saxlayır. Bilmirəm ötən səfər sizə göstərdim bunu yoxsa yox. Deməli, məsəl üçün burada gəlir email. Məsəl üçün nə yazır bura? avazaliyamal@gmail.com. Okay. Burada gəlir məsəl üçün age. Okay, nümunədir ya bunlar. Və deyirəm ki, məsəl üçün 12 misal. Okay. Yəni bu və bu da bu formada da burada bağlanır. Buna da deyirik biz JSON request body. Yəni gələn istək də belə deyim də userdən mənə gələn data budur. Budur. Tamam. İndi mən nə edirəm? Bu datanı fərz elək bir dənə kontrollerin içində alacağam. Kontroller nədir? Elə bir kontroller bir servisdir ki, hansı ki mənim frontend mənə datanı göndərəndə, baxın, frontend mənə bu datanı göndərəndə mən bunu qəbul eləyib yoxlamalıyam axı. Bu həqiqətən e-maildirmi yoxsa yox? Düzdür? Bu yaş həqiqətən doğrudurmu yoxsa yanlışdırmı? Misaldır ya bu sadəcə. Aydındırmı? Başa düşdünüz nədir? Buna validation deyirlər də. Validasiya eləyirəm ki, doğru e-mailmi yazıb yoxsa yox. Belə olanda praktikada biz praktikada belə bir yol izləyirik. Bu arada bu klası mən buradan bunu götürüm, bura qoyum.
Okey, praktikada belə yol izləyirik. Məsəl üçün mən bir kontrollerim olum. Kontroller hansı ki o URL-də istəyin getdiyi yerdir. Ötən səfər belə bir şey göstərdim sizə Postman-da. Ki mən kiçik bir şey göstərmişdim öz yazdığım şeylə, API ilə. Burada belə bir şey olmalı idi. Daxil ol bölməsi var. Daxil ol bölməsində baxın belə bir e-mail göndərirəm. Görürsüz? Bu mənim URL-imdir. Sorğunun getdiyi URL-dir. Okay? Əslində burada görək tapa biləcəyik bunu Java-da. Java-da baxın bu formada göndərəcəyik də o istəyi. Aydındır? İndi ora gələndə göstərəcəm. Deməli bu mənim göndərdiyim belə deyim də URL datamdır. E-mail və password, düzdürmü? Mən sorğunu atanda bu URL baxın buna endpoint deyirik. Bu endpoint mənim sorğumu qəbul eləyir və deyir ki, bu doğrudur ya da yanlışdır. Aydındır? Okay? Doğrudur ya da yanlışdır. Tamam mı? Əla. İndi keçirik şeyə. Yəni mənim baxın bu URL-imin arxasında duran proqrama kontroller deyilir. Yəni bunun arxasında bəlli bir Java, indi burada PHP işləyir, amma fərqi yoxdur, eyni şeydir. Bu URL-imin arxasında duran proqram bir backend proqramdır. Hansı ki siz də gələcəkdə bunu yazacaqsınız. Bu backend proqramından baxın bu nə bildi? E-mail yanlışdır, post yanlışdır. Bu hardan bildi bunu? Bilsiz hardan bildi? Bu arxada biz belə bir class təyin eləyirik. Wrapper class təyin eləyirəm. Məsəl üçün mən yazıram ki, public nə olsun? Email olsun. Email deyə bir class təyin eləyirəm. Public eləməyək də buna class. Və o alışqanlıq deyə bir şey var, onu tərk etmək çox çətindir əslində. Və deyirəm ki, bu private tipdə bir dənə string datadır və bu value'dur. Value'dur. Tamam. Və bunun burada bir dənə public şey var. Nə deyirlər buna? Bir elementi var, constructor var və bu da string tipdə bir value alır məndən. Tamam. Və aşağıda belə bir şey yoxdur. Aşağıda belə bir şey yoxdur. Yazır if exceptionlardan istifadə eləyə bilərik misal üçün. Yazıram if əgər ki value-nun, yəni gələn value-nun içində nöqtə contains neyini yoxlayır da, varmı yoxsa yox. İşarəsi varsa this nöqtə value bərabərdir value. Tamam. Else halda error da verə bilərik. Custom error verək də gəl. Belə eləyək. Deməli yazaq through new adətən belə eləyir. İşte bu nə ola bilər? Məsələn, illegal arqument ola bilər. Illegal argument exception. Yəni bu arqument doğru deyil də. Burada yazıram. Email-i doğru formatda yazın. Okay. Belə bir şey yazdım. Eyni şeyi age üçün də eləyə bilərəm. Fərz elə yuxarıdan mənə bir dənə email gəlib, var, email və yaxud da user'ın emaili də ola bilər. Email bərabərdir. Belə bir şey eləyirəm. Deməli yazıram nə var? Email bərabərdir. New email. Və var nə idi? Kotlin-ə getdik çıxdı. String. Email tipində daha doğrusu. Email tipində. Okay. Burada nə yazıram? Yazıram ki Araz, Ali, Camal @gmail.com. Heç nə çıxmasa işləyir deməkdir. Okay. Amma ki mən buradan işarəsini qoymasam, baxın nə olacaq? Deyir ki, mənə bir dənə problem çıxartdı, deyir email doğru formatda deyil və yaxud da doğru formatda yazın. Try catch qoyaraq mən bunları görə bilərəm. Aydındır? Baxın, kontrollerlərimizin içərisində biz beləncilik validasiyalar yazacağıq.
Yəni deyəcəm ki, indi burada çox sadə bir şey yoxladım da. Məsələn, nöqtə nəsə olmalıdır içində, bildiniz necə? Məsələn, nöqtə varsa, nöqtə yoxdursa keçməməlidir. Və yaxud da ola bilər mesajlarımızın içərisinə biz filtr qoyaq. Məsəl üçün vulqar kəlmələri tutsun. Başa düşdünüzmü? Yəni bu formada sadə custom şeylər, daha doğrusu wrapper klasslar yazacağıq. Bu əslində özü bir wrapper klassdır. Praktikada da çoxlu, belə deyim də, çox istifadə olunan bir şeydir. Aydındır Fuad? Bəli müəllim, aydındır. Belə. Başqa hal-hazırda yəni eyni şey age üçün də eləyə bilərik. Məsəl üçün 0-dan kiçik ola bilməz və yaxud da 0-dan kiçik bərabər ola bilməz misala. Sonra eyni şeyi telefon nömrəsi üçün qoyub formatını yoxlaya bilərik, ünvan qoya bilərik və s. və yəni wrapper klasslara bu bizim bir əgər endpointimizin arxasında duran kontroller olsa, biz onun üçün bu formada wrapper klasslar yazıb istifadə eləyə bilərik. Aydındır? Belə. Bəli müəllim, aydındır. Wrapper klasslarla bağlı nəsə sual varmı uşaqlar? Məndə xeyr. Okay. Bu wrapper klasslar Ayşən xanım sizdə? Xeyr. Okay. Deməli bu wrapper klasslar indi stringlərdə də qarşımıza çıxacaq. String pool, string builder'ın arxasında yenə də eyni mexanizm duracaq. Yəni bunlar üst-üstə gələndir. Sonra gələn səfər keçəcəm nested klassları və nested klasslar dediyimiz şey bu arada yeni bir şey deyil. Sadəcə bunu götürüb içəriyə qoyacaq, bir klassın içinə qoyacaq. Orada da indi növləri var, onu saymalıyam. Baxanda ya mən onu sizə deyəndən sonra deyəcəksiniz, ha, okey, asandır. Amma ki, məsələ nədir? O metodikadır. Yəni bu özü belə metodikadır. Yəni bunu əvvəl yazırdıq da zaten biz. Sadəcə yeni bir məqsəd üçün istifadə etməyə başladıq. Yəni wrapper anlayışı gəldi bizə. Bir də belə bir şey var, onu da deyim sizə. Mən gələn səfər sizdən gözləntim nədir? Baxın, stream API-lər falan hamısının təməlində bu təməl bilgilər durur. Yəni bunların məsələn deyəcək ki, orada wrapper class var, deyə onun məsələn stream elədik, getdik falan yerə. Məsələn streamin içində bu gedir falan yerə düşür, misal üçün. Yəni bu böyük advanced mövzularda belə deyim də fərqli metodik, təməl prosedurlar fərqli metodika ilə tətbiq olunur. Sizdən istəyim nədir? Gələn səfərə custom wrapper type'lar klasslar yazmağınızı istəyirəm sizdən. Və bunun da necə? Bir user yazın. Okay. Userin adı var, soyadı var, telefon nömrəsi var da, düzdür? Baxın, e-mail, yaş və telefon nömrəsi 3 dənə şey istəyirəm. Onlar üçün 3 dənə wrapper type class yazın. Yəni wrapper type yazın. Əslində class dediyimiz şey əslində type-da. 3 dənə wrapper type yazın. Bunu da növbəti səfər mənə bir dənə göstərəsiniz ki, görək nə qədər şey nəzərə ala bilibsiniz. Məsələn, e-maildə birini mən nəzərə aldım, amma özünüzün də yazmağınızı istəyirəm. Bunun e-mail olması üçün nə olması lazımdır? İnternetdən araşdırma, kod olaraq araşdırma etməyinizi istəmirəm, çünki birbaşa həlli verəcəksə. Amma bir e-mailin standartları nədir, onu soruşa bilərsiniz. Oldu? Aydındır. Hə, bu arada qarşınıza çox böyük ehtimal çıxacaq regular expressionlar, onu istifadə etməyinizi istəmirəm. Aydındır? Okeymi? Yəni sırf if else qoyun, if else və yaxud da keçdiyimiz mövzular əsasında mənim istəyirəm ki, sadəcə özünüzdən wrapper type yazırsınız. Bu arada daha yaxşı olar ki, wrapper type'larınızı siz şey formada işlədəsiniz. Final formada ki, onu kimsə genişlədə bilməsin. Integerlərdə fikir verdim, Java öz wrapper type'larını final eləyib. Sizin də istifadə bu forma, yəni mən adətən belə baxıram da, Java bunu eləyibsə, deməli burada nəsə var. Mən də eləyirəm əksər halda. Hə, nə vaxtsa o səviyyə çatanda görürəm ki, şeydir, final eləyib. Mən bu dərsə qədər bilmirdim onu final eləyib, amma dərsdə üstünə vuranda həm də ehtimal elədim ki, integeri korlaya bilərlər də, final qoyması daha məntiqlidir. Getdik, baxdıq, həqiqətən gördük finaldır. İzah eləyə bildimmi? Yəni çalışın bu Java-nın özünün istifadə etdiyi metodikalardan istifadə eləyəsiniz. Belə. Oldu. Başqa sual var? Xeyr. Məndə yoxdur yəni. Allah. Sual yoxdursa, gəlin yekunlaşdıraq o zaman. Oldu hələlik. Gecəniz xeyrə qalsın. Gələn səfərdə daha böyük bir mövzu ilə gələcək, detallı izah eləyəcək və bunlar da sonda Spring-ə çatanda görəcəksiniz ki, bunları fərqli formada düzüb API çıxardırıq. Yəni